Dünəndən başlamışam aclığa. Bu mənim dördüncü aclığımdır. Dördüncü dəfədir aclıq edirəm. Məqsədim Tofiq Yaqublunu azad etmək. Məqsədimiz Tofiq Yaqubludan ötürü e, o haqsız yerə tutulub. Onun məhkəmələrində mən iştirak eləmişəm. Həqiqətən də onun haqsız olduğunu görmüşəm. Ona görə də bu aclıq aksiyasına qoşulmuşam. Tofiq Yaqublunun aclıq aksiyasından bütün xalqa bildirmək istəyirəm ki, Tofiq Yaqublu günahsızdır. Həqiqətən də günahsızdır. Onun azad olunmasını tələb edirəm. Tofiq yazılı 30 gündür ki, biz adlıq atırıq. Biz 2 gündür başlamışıq. Ürək istəyirik ki, çətinlik olar. Buna baxmayaraq Tofiq yazılı 30 gün çox çətindir. Onun üçün. Ona görə onun hər an təhlükə ola bilər. Məqsədimiz bura yığılmaqda, yəni ki, azad aksiyasına qoşulmaqda Tofiq Yaqubluya və başqa siyasi məhbuslara azadlıq tələb eləməkdir. Bununla ısrarlıyıq. Xalqımızdan da xahiş edirəm ki, bizim bu ısrarlı tələbimizə qoşulsun. Ən azından insan həyatıdır. İnsan, yəni ki, heç kimi belə nə deyir, asan gəlməsin aclıq aksiyasında iştirak edib qoşulmaq. Bunun fəsadları mütləq şəkildə insan orqanizminə daxil olur, yəni olur fəsadlar və olacaq. Tofiq Yaqublu da bu günlər 30 gündür ki, azlıq aksiyasındadır və tam olaraq əminəm ki, onun bədənində, yəni ki, orqanizmində hər hansı bir mənfi fəsadlar olacaq. Yeganə xahişimiz ondan ibarətdir xalqımızdan ki, və tələbimiz ondan ibarətdir ki, bu aksiyaya qoşulsunlar. Tofiq Yaqublunun artıq sifarişli, qeyri-qanuni, saxta ittihamlarla həbsinə etiraz olaraq 30-cu gün aclıq edildi. Xatırladım ki, Tofiq Yaqublunun 65 yaşı var. Ağır həyat keçib, qazidir, qazi atasıdır. Dəfələrlə yenə deyirəm, işgəncələrə məruz qalıb. İndi biz başa düşürük, qisas alırlar Tofiq Yaqubludan. Onda nə qədər qisas alırlar? Artıq 2-ci il Tofiq Yaqublu istədi. Ondan qabaqda dəfələrlə inzibati həbslər, ondan qabaqda bir şey də vurğulayın. Tofiq Yaqublunun özündən deyəcəm. Deməli, Salih Rüstəminin aksiyasında Tofiq Yaqublunu aparıb döymüşlər möhkəm. Gözlərində, yəqin ki, o şəkillər var. Onu ələt atmışlar. Mənə xəbər gəldi ki, Tofiq Yaqublu ələtlədi. Mən özüm tək etdim onu dalıca. Onu orada tapanda Tofiq Yaqublu heç nə görmürdü. Qətiyyən heç nə görmürdü. Dedim, Tofiq Yaqublu mənəm. Tofiq bəy mənəm. Onu əllərindən tutdum, gətirdim, maşına mindirdim. İnsan elə bilin ki, belə bir şey olmuyor. O qədər qürurla, mərdanə dayanıb və mən arxamızca gələn maşınları gördüm. Biraz möhkəm sürdüm ki, yəni Bakıya tez çatdırdım. Mən də qorxdum ki, bəlkə səhərində yəni, daxili olanlarda nəsə bir qan axmazad olar. Möhkəm sürdüm, mənə sual verdi ki, sən haradayıq? Dedim, Löşvatana çatdırıb Tofiq bəy. Dedim, sən niyə maşını möhkəm sürdürsən? Sən niyə qanunları pozursan? Dedim, ay Tofiq bəy, bu qanunu pozmuyorum. Sadəcə biraz möhkəm sürdüm ki, sizi xəstəxanaya çatdırım, evə çatdırım. Hətta bir Beybət məscidinə çatmamış bir maşına siqnal verdim ki, mənə yol versin. Yenə başladı, sən niyə siqnal verirsən? Yəni, bu qədər qanunu sevən insan, bu qədər tərbiyəli, ləyaqətli insanı neçə dəfə şər deyib həbs eləmək olar? Neçə dəfə insana zülüm vermək olar? Azərbaycan xalqına da müraciət edirəm ki, Tofiq Yaqublu kimi şəxsiyyətlər 100 ildə bir, 100 ildə, 200 ildə bir olur. Azərbaycanın ən ləyaqətli, ən şəxsiyyətli insanlarından birincilərindən. Azərbaycan xalqı da, məsələn, biraz fürsətdən istifadə edin, bunu da deyim ki, məsələn, o gün bir stat yazmışdım, o söylediği səhifəmdə. Misir Qasımlı var idi, Ukraynada həbs olunan. O, Qarabağ döyüşlərində olduğuna görə sosial şəbəkələrdə heç vaxt, məsələn, siyasətə qarışmayıb, ölkədə olan haqsızlıqları dilə gətirməyən insanlar Misir Qasımlı o qədər yəni, müdafiə edirlər ki, azadlıq, hətta getdilər Ukrayna səfirliyin qabağında da aksiya keçirdilər, nə bilim, o zaman Ukraynaya müharibə elan eləmişlər. Yəni, bu vəziyyət idi. Niyə? Onun səbəbini deyim ki, çünki orada qorxu yox. Çünki orada həbs yoxdur. Ukrayna hökuməti bilirdilər ki, gəlib onları həbs eləməyəcək, gəlib onları qorxutmayacaq. Amma burada bilirlər ki,
Tofiq Yaqublu sırf İlham Əliyevin sifarişi ilə həbs olunub və Tofiq Yaqubu azadlıq demək bu ki, artıq həbsdə ola bilərsən, məsəl üçün təzyiqlərə məruz da qala bilərsən, amma onu da xatırladım ki, Tofiq Yaqublunun elədiyi, bu vətən üçün elədiyi, hər insan eləmir. İnsan həm qazidir, həm qazi atasıdır. Azərbaycan xalqına da müraciət edirəm ki, Azərbaycanın sərvəti olan Tofiq Yaqubluya dəstək çıxsınlar, həmrəylik göstərsinlər. Heç olmasa sosial şəbəkələrdə yazsınlar ki, Tofiq Yaqublunu azad edin. Bu insan heç nə eləmir. Bu insan heç bir çox. Tofiq Yaqubu kimi insana tələddüs maddəsi qoyublar. Məhkəmə prosesi də gedib, hətta Nigar Həzi, Tofiq Yaqubunun qızı Nigar xanım da müraciət edir ki, əgər deyirsə Tofiq Yaqub siyasi məhbusdursa, gəlin məhkəməni izləyin, görün necə utan verici bir məhkəmə keçir. Yəni mən özüm də 3-4 dəfə o məhkəmədə iştirak elədim. Həqiqətən də biabırçılıq, heç bir sübut yox, heç bir dəlil yox. 2 dənə yaramazı, 2 dənə əxlaqsızlığı qoyublar Tofiq Yaqubun üzrə. Güya ki, Tofiq Yaqublu bunu Almaniyaya göndərəcək bir gündə. Bundan bu qədər pul alır. Tofiq Yaqublu adamı Almaniyaya göndərsə, xarici göndərsə, öz oğlunu göndərərdi. Öz oğlu qaçaq yolu ilə deyəsən keçib ki, Amerikaya. Yəni belə bir necə bu qədər utan verici, dövlət adına utan vericilikdir bu.